Salam, biz Kabalanın əsasları kursunu davam etdirik. Mənimlə studiyada Mikhail Laytmandır, mən Mikhail Sinileviç. Bugünkü dərsimizin mövzusu kök və budaq qanunudur. Yəni, bu çox maraqlı bir mövzudur. Yəni, kabalistlər informasiyanı necə ötürürdülər? Kabala elminin mahiyyəti məqaləsində Balsulam izah edir ki, minilliklər ərzində kabalistlər öz ruhi hallarını ötürmək üçün müəyyən bir dildən istifadə ediblər və belə dillər 4 dənə olub. Baxmayaraq ki, siz bir dəfə demişdiniz ki, musiqi də, rəsm də və s. da bir dildir. Lakin indi gəlin bu 4 dil üzərində dayanaq. Bunlar Tövrat dili, Alaxa dili, Aqada dili və Kabala dilidir. Və təbii ki, niyə məhz Kabala dili bugün bizim nəslimiz üçün daha münasib və qəbul olunandır? Laytman, məsələ ondadır ki, biz ali aləmi dərk edəndə, bu dərk sırf şəxsi insanın daxilində baş verən bir haldır və insana bunu başqa bir adama ötürmək lazım olanda bunun üçün sözlər tapılmır. Çünki bu daxili hisslərdir. Onları hansısa bir şəkildə ifadə etmək lazımdır. Hansısa xarici hərəkətlərdə ifadə etmək lazımdır. Elə ki, bundan başqası təəssürat ala bilsin və sonra özündə ali aləmi dərk etmiş insandakı eyni hissləri, eyni anlayışları yenidən qura bilsin. Yəni, mənimlə təxminən eyni səviyyədə olan başqa bir adama nə isə ötürmək üçün deyək ki, elə bir kod tapmaq lazımdır ki, necə ki, bugün biz bir-birimizlə modem vasitəsilə birləşirik. Mənim kompüterim sənin kompüterinlə, yəni ortada bizim aramızda əlaqə yaradan hansısa bir qutu var. Bir kompüteri o birisi ilə birləşdirir, ora və əksinə olaraq bağlar və təbii ki, belə bir kommunikasiya yaranır. Bunu biz öz aramızda necə edirik? Adi dünyada bizdə hisslərin, anlayışların, şəraitlərin ümumiliyi mövcuddur. Yəni bizdə məişətdən götürülmüş bir dil var. Amma ruhani aləmdə bu dil bizdə əvvəlcədən olmayanda biz bilmirik, söhbət etdiyimiz adam hansı səviyyədədir, haradadır, ümumiyyətlə, ali aləm hiss edir, etmir. Ona görə problem yaranır. Biz necə birləşirik? Burada hansı kommutasiya, kommunikasiya qanunları var və s. Buna görə də kabalistlər elə bir dil ixtira etməli oldular ki, öz aralarında danışa bilsinlər. Elə ki, bir-birlərini başa düşsünlər, hər biri harada yerləşir, ali aləm dərk səviyyəsi nədir, o konkret nə hiss edir, nə qavrayır, tamamilə mümkündür ki, mənim hiss etdiyimi başqaları hiss etmirlər, baxmayaraq ki, onlar da hansısa dərəcədə dərkə malikdir və ya ola bilər ki, bu yalnız onlara belə gəlir ya da mənə. Yəni, burada çox böyük bir naməlumluq sahəsi var, hansı ki, biz bunu nəyinsə hesabına, necə isə çeşidləməliyik, ayırmalıyıq və onlarla necə isə işləməyə başlamalıyıq və yalnız burada ünsiyyət problemi yaranır. İlk növbədə hətta sırf xarici şəkildə, zahirən, mən bunu insanlara necə izah edəcəyim, hansı sözlərlə, hərflərlə, ifadələrlə, jestlərlə, bəlkə rəqslərdə, bəlkə rənglərlə, bəlkə hansısa səslərlə və s. Necə? Mən bunların hamısını necə çəkə bilərəm? Yəni, insandan insana məlumat ötürməyin bütün üsulları, bunlar dünyəvidir. Mən ruhani bir şeyi necə ötürə bilərəm? Bütün bunların heç biri bizim dünyamızda yoxdur. Buna görə də kabalistlər ilk növbədə budaqlar dilini aşkar etdilər. Yəni, bizim dünyamızda olan hər şeyin başlanğıcı ruhani aləmdədir və ruhani qüvvələr tədricən enirlər bizim dünyamıza çatırlar və bizim dünyamızda öz maddi təcəssümünü verirlər. Hər hansı bir həcm, hər hansı bir forma, hər hansı bir səs, rəng ifadəsi və s. Axırda istər kimyəvi, istər üzvü olsun, fərqi yoxdur. Bütün elementlər hamısı ruhani qüvvələrdən çıxır. Sinileviç. Yəni, onlar bizim dünyamızın obyektlərinə baxırdılar və bizim dünyamızın obyektlərinə adları ilə ruhani
halı adlandırırdılar. Lightman, bəli. Yəni, əgər mən stəkan deyirəmsə, deməli, mən ali aləmdəki stəkanı nəzərdə tuturam, Sinleviç. Yəni, hansısa ruhani klinika var. Lightman, bəli, bizim dünyamızda bu obyekti doğuran bir qüvvə var. Sinleviç, beləcə bu birinci dil Tövrat dili yarandı ki, tarixi rəvayətlər şəklindədir. Məsələn, onlar ilana baxırdılar. Tövratda ilan təsviri var. Onlar nə, hansısa ilan görürdülər və yaxud hansısa ruhani hal belə adlandırırdı. Lightman, onlar bu halın, bu obyektin ruhani kökünü görürdülər. Biz isə bunu biraz anlamırıq. Çünki səbəb-nəticə qanununu hiss etmirik. Yadımdadır, müəllimim Rabaşı zooparka apardığım zaman burada o cür zoopark deyil idi. Burada böyük bir ərazidə açıq şəklindədir və s. və safari adlanır. O bu heyvanların hamısını görmək istərdi. Sinleviç, ondan əvvəl o zooparka getməmişdi, görməmişdi. Lightman, yox, görməmişdi. Mən ona bunların hamısını göstərirdim. O ilanı, fili gördü. Bunu şəkillərdə görmüşdü əlbəttə, amma canlı şəkildə yox. Çox maraqlı anlar idi. Kabalistlərdə belə şeylər tez-tez baş verir. Biz yeri gəlmişkən bu dünyada ilan haqqında, onun zəhərindən başqa nə var ki? Biz anlamırıq. Deyək ki, həkimlər onu dərman mənbəyi kimi götürüblər. Əslində isə onlar kabalistik prinsip istifadə edirlər. Yəni, ən qorxulu, zərərli şey, ən faydalı və müsbət ola bilər. Sinleviç, ümumiyyətlə Tövratda çoxlu sayda heyvan növlərindən istifadə olunur. Yəni, heyvan adları. Mən başa düşürəm ki, söhbət bu heyvanların özündən getmir. Lightman, heç bir halda söhbət cansız bitki, heyvan və insan təbiətindən bu obrazlardan gedir. Onlar istəyin 4 mərhələsini təsvir etmək üçün istifadə olunurlar. Və buna görə də bizim dünyamızda belə bir, necə deyərlər, təcəssüm yaranır. Sinleviç, buğa, eşək, bunlar hamısı mənim içimdəki istəyin növlərdir. Lightman, istəklərin təcəssümüdür. Bəli, Sinleviç, kabalist bu eşeğə baxanda özündə müəyyən bir istəyi görür. Lightman, o özündə bu eşeğə təcəssüm etdirən istəyi görür. Bu eşek mövcud deyil. O mövcuddur çünki insan onu təcəssüm etdirir. Sinleviç, yəni mən başa düşdüyüm qədər bütün Tövrat bu cür təsvir olunub. Sən bizə yazırsan ki, bu Tövrat dilidir, belə tarixi rəvayətlər şəklində orada bu heyvanların adları gətirilir. Bir də Alaxa dili var, o Mişna, Talmud, Qımara yazılarkən istifadə olunurdu. Lightman, bəli, bu artıq müəyyən ruhani islah etmə hərəkətlərini təsvir edən dildir. O, ümumiyyətlə təbiəti, onun cansız, bitki, heyvan, insan hissələrinə bölünməsini deyil, təbiətin bu hissələrinin bir-biri ilə və ətraf dünya ilə düzgün qarşılıqlı əlaqədə necə olmasını təsvir edir. Bu Alaxa dilidir. Yəni, o təbiətin hissələri arasındakı qarşılıqlı təsirlər daha detallı şəkildə təsvir edir. Sinleviç. Və bir də Agada dili var, yəni rəvayət dili, bu cür tarixi hekayələr şəklində. Lightman, bəli, bu dil çox mürəkkəb dildir, çox şərti dildir. Çünki orada nağıllarda olduğu kimi çoxlu obrazlar mövcuddur ki, ümumiyyətlə bizim dünyamızda canlı şəkildə yoxdur. Ehkam dili nə də bizim dünyamızın, zooloji dünyanın dili deyil. Sinleviç, bütün bu dilləri kimsə bir nəfər yaradıb, yoxsa bu öz-özünə formalaşıb? Lightman, yox, bu dillər tədricən inkişaf ediblər. Biz ali dünyanı, ali aləmləri və onun bizim dünyamızda əlaqəsini dərk etdikcə, yəni bu idrakda irələdikcə, belədir bu dillər. Amma bundan başqa, çoxsaylı başqa dillər də var. Əgər onları dil adlandırmaq olarsa, o zaman poetik dillər, cürbəcür sxemlər, musiqi, çoxlu sxemlər, hətta rəsmlər və s. İnsan öz
daxili aləmi necə təsvir edə bilirsə, bütün bunlar Tövratda qəbul olunur və istifadə olunur. Sinleviç. Bəs Kabala dilinin fərqi nədədir? Kabala dili başa düşdüyüm qədərilə daha erkən, yoxsa daha geç yaranmış dildir? Lightman. Kabala dili xüsusi dildir. Məsələ ondadır ki, biz ali aləmi dərk etməyə başlayanda onu tədricən dərk edirik və o bizdə rəvayət, poetik dil kimi bizim dünyamıza, zooloji dilə və s. bənzər şəkildə inkişaf edir. Kabala dili çox da sadə dil deyil, o mürəkkəb dildir. Əsasən, məsələn, bu İbrahimin yazdığı kitabda ifadə olunub. Yəni, bu 3,5 min il əvvəl Yetzirə kitabı, yaradılış kitabında Sinleviç və artıq orada kabalistik dil var idi, Lightman. O yazır, bəli, Ali Nurun 32 nuru ilə falan yaradılır və sonra Atsilot aləminin, yəni idarə etmə sisteminin dəqiq təsvirini verir, Sinleviç. Yəni, sferotlar artıq 10 sfero orada bu var, elə deyilmi? Lightman, əlbəttə, bəli, bunların hamısı yazılıb. Bu 32 hissə Nurun 32 axını ilə o artıq Atsilot aləminin idarə etmə sisteminin təsvirini verir bizə. Sadəcə ilkin istiqamət, orientasiya dərəcəsi deyil, idarə etmə sistemini. Və beləliklə burada tamamilə başqa dil, Kabala dili artıq işə düşür. Adəmin hələ təsvir etmədiyi. Çünki Adəmin kitabında əsasən məcazi dil işləyir. İbrahim isə artıq Kabala dili ilə təsvir edirdi. Sonralar Alaxa dili çox tez-tez istifadə olunurdu. Yəni, ruhani hərəkətlər dili, əməllər dili. Orada təsvir olunur, falan şeyi götür, falan cür et, bu mümkündür, bu mümkün deyil və s. Tövratda da çox istifadə olunan budur. Ümumiyyətlə, Tövratda demək olar ki, bütün dillər istifadə olunur. Amma əsasən, yəni, bu cür. Zoar kitabı, orada hər şey, necə deyirlər? O da məcazi dillər, bütün hekayələr məcazidir. Bir neçə hissə var, yalnız kabalistik dildə. Lightman, bəli, Safradet Sunutda, İdraraba, İdrazuta, bu hissələr kabalistik dillə təsvir olunur, qalanları hamısı Musar dili ilə yazılıb. Sinleviç, Musar, yəni əxlaq dili, Lightman, bəli, sanki əxlaq dili kimidir. Belə etmək lazımdır, başqa cür yox və s. Sanki nəsiyyət, tərbiyə kitabı kimi. Sinleviç, bizim nəslimiz üçün nə məsləhət görmək olar? Hansı dillər? Fərqi yoxdur. İndi bizdə 4 dil var, istəniləni götürüb öyrənə bilərik. Lightman, nəsillər boyu bu dillər transformasiyaya uğrayıb, biri ilə qarışıb, biri-birlərinə təsir ediblər. Kabalistlər nəslin xüsusiyyətlərindən, nəslin səviyyəsindən və s. asılı olaraq gah bu, gah da o biri dildən istifadə edilir. Bizim zamanımızda bu Kabala dilidir, çünki o ən dəqiq dildir. O fizika, riyaziyyat dilidir. Onu heç nə ilə səhv sala bilmirsən. O sənə dəqiq şəkildə müəyyən edir ki, hansı səviyyədə işləmək lazımdır, necə qavramaq lazımdır, hansı qüvvə ilə, hansı əks qüvvə ilə. Yəni, istək, ekran, müqavimət, nurun ixtisarı, nurun müəyyən həcmlərdə alınması və s. Yəni, bütün hər şey yalnız kainatda mövcud olan 2 parametrə əhatə edir. İstək və dolum, yəni tamamlanma. Onlar bir-biri ilə necə qarşılıqlı əlaqədə olurlar və aralarında düzgün hərəkətlər necə baş verməlidir. Əgər səhv hərəkətlərdirsə, onda nə baş verir? Sinlər, bəs gematriya, bu da xüsusi dildir. Lightman, gematriya dildir, amma o hərəkətlər dili deyil, təsvir dilidir. Necə ki, sən hansısa hisslərini təsvir etmək üçün müəyyən dili götürürsən, sən hisslərin dilindən istifadə edə bilərsən, bəlkə bunu özündə gedən hansısa kimyəvi proseslərlə, biologiya prosesləri ilə izah edə bilərsən, bunu poeziya ilə, səslərlə,
və s. ilə təsvir edə bilərsən. Belə ki, gematriya yazıdır, bu dilin özü deyil. Sinleviç, məlumatın yazılmasıdır. Layton, məlumatın yazılması. Sinleviç. Məsələn, Elokim deyə bilərsən ki, tərcümədə yaradan deməkdir, yaxud P, Yud, Vav, Hey, 86 deyə bilərsən. Demək, istədiyim odur ki, kabalistlər belə ünsiyyət qururlar. Əgər mən kabalistə 86 desəm, deməli, o başa düşür ki, mən ona yaradan haqqında nəsə demək istəyirəm. Laytman, ümumiyyətlə, bəli, əlbəttə, kabalistlər sənin dediyin sözlərin özlərini qəbul etmirlər. Onlar bu sözləri dərhal öz daxili hisslərinə çevirirlər. Bizim adi dilimizdə etdiyimiz kimi. Əgər mən sənə su, kitab, rayaq, uşaq, günəş və s. desəm, sənin üçün müəyyən obrazlar yanar. Sən onları dərhal özündə nəyinsə xoş və yaxud xoşa gəlməz, yəni uzaq, yaxın, daha çox, daha az, başa düşülən, az başa düşülən və s. ilə əlaqələndirirsən. Yəni onlar səndə müəyyən daxili hissi reaksiyalar oyadır. Kabalistdə də belədir. Sən ona rəqəmlər, hətta kabalistik formullar deyirsən, onda bu, musiqiçidə notları görəndə olduğu kimi bütöv bir hisslər palitrasını oyadır. Sinleviç, bəs dilin özünün yaradılması, elə bu hərflərin özləri 22 hərf, elə deyilmi? Bu hərflər necə yaranıb? Layton, bu alet dərkindən irəli gəlir. Sinleviç, 4 forma var, nöqtə, xət, müstəvi və hansısa 3 ölçülü fiqur. Hərf, məsələn, Alef, siz danışmışdınız ki, orada həm nöqtələr var, həm xətlər var. Bütün bunlar necə yarandı? Laytman, hərflər sadəcə ruhani qabın, istəyin təcəssümüdür. Elə formalaşmış istək ki, hansısa ki, formada nura, ali nura bənzər ola bilsin. Yəni, hərf nə deməkdir? Bu mənim istəyimdir. Yəni, mən faktiki olaraq öz xüsusiyyətlərimdən elə bir forma düzəldirəm ki, o, yaradan, insan adlanan şəxsiyyətə bənzəsin. Buna görə, hər bir hərf yaradanın müəyyən bir oxşarlıq formasını təmsil edir. Bəs hərflərin birləşməsi nə deməkdir? Bu, mənim, özümün müəyyən bir yaradanı anlama səviyyəsinə çatmaq üçün daxilən yaratdığım dəyişikliklərin ardıcıllığıdır. Yəni, söz mənim daxili hərəkətlərimin müəyyən ardıcıllığıdır. Əgər mən onları yerinə yetirirəmsə, bu hərəkətlərin sözün başlanğıcından sonuna qədər nəticədə mən özümlə yaradan arasında müəyyən bir impuls, müəyyən bir əlaqə alıram. Və ondan mən başa düşürəm ki, mənim onunla əlaqəm nədir? Tək bir hərf heç nə edə bilməz. Minimum 2 hərf olmalıdır və s. Yəni, dil, əgər biz hamımız, necə deyərlər, bir duyğu ilə birləşmiş olsaydıq, o zaman bizim dilə ehtiyacımız olmazdı. Sadəcə bir-birimizin içində olardıq və hisslərimizi bir-birimizə qarşılıqlı şəkildə ötürər, bir-birimizi doldurardıq, tamamlayardıq. Yəni, biz bir həcmin içində mövcud olardıq. Sinleviç, bir qəlbdə bir insan kimi, Laytman, bəli, bəzən insanlar arasında olur. Onlar çox bağlı olanda, onlar bir-birlərini hiss edirlər. Kabala da belədir. Sadəcə kabalada bu, insanlar arasında deyil, onların bir-biri ilə və yaradanla əlaqədə olduqları dərəcədədir. Sinleviç, deməli, son günlərdə bütün bəşəriyyət islahata çatanda dil lazım olmayacaq, Laytman. Yox, hamı deyildiyi kimi bir dildə danışacaq. Bu, daxili duyğu dili olacaq. Heç bir bədən, dil, nitq orqanları və dili tanıma orqanları olmayacaq. Sadəcə bir ürəkdə bütün hallar hiss olunacaq və başqa heç nə. Sinleviç. Bəs elə dilin özü, deyək ki, bitkilər arasında onlar yəqin ki, hansısa qoxular ifraz etməklə ünsiyyət qururlar. Hətta cansız təbiət, hansısa vibrasiyalar, dalğalar, heyvanların da dili var. Bu aydındır. Bu da dildirmi? Laytman, əlbəttə. Sinleviç, bəs insan, maraqlı olan budur ki, o artıq insan olanda, onda artıq dili yarandı, o
bir-biri ilə abstrakt formalarda ünsiyyət qura bildi. Laytman, bəli, amma məsələ ondadır ki, insanlar bir-birinə nə qədər uzaqlaşırsa, bir-birini anlamaq üçün onlara bir o qədər dil lazımdır. Yəni, bir tərəfdən bu qarşılıqlı uzaqlaşma, o biri tərəfdən isə qarşılıqlı yaxınlaşmadır. Biz elə qurulmuşuq ki, iki əks istiqamətli meyldən ibarət. Sənləviç, demək mən başa düşdüm ki, siz danışmışdınız ki, insan hələ heç vaxt hiss etmədiyi məlumatı belə bir-birinə ötürə bilər. Yəni, insanlar bir-birinə ruh, yaradan kimi heç vaxt hiss etmədikləri obyektlərdən danışa bilirlər. Laytman, bəli, biz bunu edə bilərik. Belə bütün məlumatlar bizdən keçir. Hətta bu məlumatlara heç bir aidiyyəti olmayan insanlar vasitəsilədir. Çünki biz bir qapalı sistemdə bir-birimizlə qarşılıqlı şəkildə bağlıyıq və buna görə də biz səninlə indi danışırıq, amma aramızda bəlkə də milyonlarla, hətta milyardlarla insanlar, aləmlər, kilimlər var. Onların vasitəsilə biz ünsiyyət qururuq. Sadəcə onlar hələ bunda aktiv iştirak edə bilmədikləri üçün pasiv missiya yerinə yetirirlər. Əslində biz islahın ciddi səviyyələrinə çatan zaman bu insanların hamısını şuurlu şəkildə öz kommunikasiya sistemimizə daxil edirik. Onlar bütün bu məlumatların ötürülməsində iştirak edirlər. Sinirləyici. Bir də məlumat ötürülməsi barədə soruşmaq istəyirəm. Yazılı ötürmə var, şifahi ötürmə var. Və sirli bir ötürmə varmı? Laytman, o sirli deyil. Güya sirdir. Bu heç kim bilmir. Ona görə sir deyilir. Yəni, sən itə Pifagor teoremini belə danışa bilməzsən. Bacarmazsan. Onun kilim quruluşu uyğun deyil. Onun beyni buna uyğun deyil. Buna görə də ona sir deyilir. Əslində isə heç bir sir mövcud deyil. Sir mənim inkişafımla məhdudlaşandır. Siz indi bir sir dediniz. Dediniz ki, aramızda bir neçə milyon insan var. Mən onları görə, hiss edə bilmirəm. Deməli, mənim üçün onlar mövcud deyil. Laytman, mövcud deyil, əlbəttə. Yazılı dedikdə nə nəzərdə tutulur? Laytman, yazı ümumiyyətlə bəşəriyyətin nəhəng nailiyyətidir. Bu nailiyyət daxili xüsusiyyətlərin dərkindən çıxır. 32 qüvvə bizim aləmə enən 32 nur axını, 22 hərfi, yəni xüsusiyyəti formalaşdırır. Sonra bu xüsusiyyətlər bizim tərəfimizdən rəsmlər şəklində təsvir edilə bilər. Yəni, nöqtə, düz xət, çevrə, düz xətlər arasındakı uyğunluq, bunlar bizə bütün ruhani qüvvələrin yazılmasına imkan yaradır. Beləliklə, bütün ruhani qüvvələri yazmaq üçün bizim üçün nöqtə ilə düz xət arasında 22 birləşmək kifayətdir. Beləliklə, əlifba yarandı. Yəni, bu, süni bir yaradılış deyil, sadəcə ali təbiət qüvvələrinin qrafik təsvirində təcəssümüdür, reallaşmasıdır. Simleviç, biz məlumatı şifahi ötürəndə bununla yazılıdan daha yüksək, daha gizli məlumat ötürmək olar, yoxsa əksinə? Laytman, hansı səviyyədə başqa kabalistlə qarşılıqlı əlaqədə olmağından asılıdır? Çünki kabalistlər əsasən yazıdan istifadə edirlər. Sinirləviç, bu yeni başlayanlar üçün daha əlçatandır. Laytman, bəli, amma kabalistlərin istifadə etdiyi yazı adi insanın istifadə etdiyi yazı deyil. Kabalist üçün hərflərdən, dairələrdən, xətlərdən, düz xətlərdən, nöqtələrdən istifadə bu əslində bir hissdir. Bu ali nuru dərk etmə ölçüsüdür, hansı ki o bu cür təsvir edir. Əgər sən bəstəkarların yazdığı işarələrə baxsan, sən də düşünürsən ki, bunlar quyruqlu, yəni qurtlar kimidir və nə haqda olduğunu anlamazsan. Onlar üçün isə bu nəhəng bir hissdir. Sinirləviç, yazılı Tövrat və şifahi Tövrat vardı. Onlar arasında nə fərq var?
Lightman. Bu böyük ayrıca bir mövzudur. Yəni yazılı Tövrat və şifalı Tövrat onları hansı səviyyədə başa düşmək və reallaşdırmaq mümkün olduğuna görə fərqlənir. Yəni bu məlumatın yazılmasının iki növü, məlumatın reproduksiyasının iki növüdür. Yəni Ali Nurun bizim dünyamızda müəyyən hesablanması, reallaşması, yəni belə deyə bilərik. Sinleviç. Verilişimiz sona yaxınlaşır. Mən bunu məhz Kabala dili ilə yekunlaşdırmaq istərdim. Oxuduğum qədərilə Bayis olan bütün yeni başlayanlara, ümumiyyətlə yazdığı bütün nəslə Kabala dilində öyrənməyi tövsiyə edir. Çünki burada heç bir uydurma, abstrakt figurlar, təsəvvürlər yoxdur. Sadəcə sən deyirsən, Xoxma Binazir Rampi, sən bu sferotları oxuyanda onları təsəvvüründə hansısa figurlara, şəkillərə çevirə bilmirsən. Lightman, aydındır ki, sən yalnız o adam üçün başa düşülə bilən kodlardan danışırsan ki, bu dilin anlayışlarını öyrənir və hansısa dərəcədə idrakdadır, ən azı bu tərifləri bilir. Çünki, məsələn, eyni Tövratı açsan, 5 kitabı və orada əvvəlində yazılıb ki, yaradan göy və yeri yaratdı. Təbii ki, istərsən də istəməsən də dərhal göy və yeri təsəvvür edirsən. Kabala isə deyir ki, yaradan almaq istəyini və vermək istəyini yaratdı. Artıq məndə heç bir obraz yaranmır. Kabala elmini ən yaxşısı kabalistik dildə öyrənmək lazımdır. Bu, çox səhvlərdən, qabaqcadan insanı qoruyur. Sinleviç, bəlkə sonda musiqi dili. Necə düşünürsünüz? Ondan istifadə etmək olar? Onunla məlumatı nə dərəcədə ötürmək olar? Məlumatı ötürmək mümkün deyil. İnsanları elə bir vəziyyətə gətirmək olar ki, bu vəziyyət onlara mənbəyə qoşulmağa kömək etsin və oradan məlumat alsınlar. Amma bu məlumatın birbaşa ötürülməsi deyil. Çünki səslər dərk etmənin dəqiq səviyyəsində yerləşmir. Məsələ ondadır ki, sən kabalistik məlumatı yazanda onu ən kiçik detallarına qədər, aldığın hər şeyə qədər dəqiqliklə yaza bilirsən. Yəni, müəyyən bir səviyyəyə qalxmaq, müəyyən hərəkətləri etmək, hansısa sistemə, filan obyektlərlə əlaqə sisteminə daxil olmaq, onları öz üzərində və özünü onların üzündə bu cür bağlamaq və s. Yəni, burada kifayət qədər asan yazıla bilən nəhəng həcmli məlumat var. Və sonra bu hərəkətləri bir formadan digər formaya çevirmək və s. Musiqini ifadə edəndə isə, əgər onu musiqi alətində ifadə edirsənsə, bu alətdən çox asılıdır. Bu, ifa edən insanın səviyyəsindən, onu dinləyən insanın səviyyəsindən asılıdır. Və burada nə baş verdiyini müxtəlif səviyyələrdə tamamilə fərqli cür başa düşmək mümkündür. Məsələn, sən deyək ki, Maşa ilə ayın nağılını götürüb uşağa oxuyursan. Uşaq reaksiyasının necə olacağını bilmir. Bəlkə ona bu qorxulu görünür və yaxud başqa cür görünür. Sən onu daha yetkin adam oxuyursan, o başa düşür ki, bu uşaqlar üçün yazılıb, hər şey qaydasındadır. Sən onu kabalistdə oxuyursan, kabalist başa düşməyə başlayır ki, burada söhbət nə Maşadan, nə aydan gedir, tamamilə başqa yaradılış surətlərindən gedir. Beləliklə, demək olar ki, dünyanın bütün insanları gizli dildən istifadə edirlər. Onlar nə ilə məşğul olsalar da, həmişə yaradandan aldıqları barədə danışırlar. Və bunu yalnız hansı səviyyədə başa düşürlərsə, o səviyyədə ifadə edirlər. Yəni, onlardan gizlədilib. Bəli. Amma onlar hər zaman yaradanın onlarda olan hərəkətlərini ifadə edirlər. Bu da kainatın həqiqi dilidir. Hətta uşaq, quşlar, itlər, kim olursa olsun.
böyük kabalistlərdə fizikləri, kimyaçıları heç demirəm. Hamı yaradılışdan danışır. Sadəcə kabala dili bizə baş verənlərin dəqiq mənzərəsini danışır və ötürür. Sən nə biçim? Bu elə bil ki, bioloqları götürmək kimidir. Onlar sevgi haqqında danışırlar, amma orada orqanizmdə gedən müxtəlif kimyəvi reaksiyalarla. Yaxşı, maraqlı dərs sona çatdı. Deməli, növbəti dərsdə biz təhsilə yanaşma mövzusunu necə oxumaq, təhsilə yanaşma necə olmalıdır, təlim metodları və eləcə də Kabala elmini öyrənməyin bizim dünyamızda insana nə fayda verdiyini müzakirə edəcəyik. Biz sizinlə sağollaşırıq, sağ olun.